Tanınmış aparıcı və xeyriyyətçi Hacı Nuran Hüseynov səhhətində yenidən yaranan problemlərlə bağlı ictimaiyyətə açıqlama verib. Müsavat.com-un məlumatına görə o bildirib ki, bir müddət əvvəl nəzarət altına alınmış xəstəlik təəssüf ki, ikinci dəfə təkrar özünü göstərib. Aparıcı səhhətində hiss etdiyi narahatlıqlar səbəbindən yenidən həkim müayinəsindən keçməli olub. Onun sözlərinə görə, yaranan vəziyyət ciddi nəzarət tələb etdiyindən tibbi yardıma vaxtında müraciət edib. Hacı Nuran qeyd edib ki, hazırda vəziyyəti həkimlərin nəzarəti altındadır və müalicə prosesi davam edir. O, səhhətindəki problemlərə baxmayaraq mübariz əhval-ruhiyyədə olduğunu və bütün tibbi göstərişlərə əməl etdiyini bildirib. Aparıcı həmçinin ona dəstək olan hər kəsə təşəkkürünü çatdırıb və ümidvar olduğunu vurğulayıb. Xatırladaq ki, Hacı Nuran Hüseynov uzun illərdir ağciyər xərçəngi ilə mübarizə aparır. Xəstəlik zamanı onun ağciyərində şiş aşkarlanmış və bu səbəbdən o müxtəlif dövrlərdə həm Almaniyada, həm də Azərbaycandakı klinikalarda müalicə almışdı. Müalicə prosesində bir neçə dəfə əməliyyat və kimyoterapiya kursları keçdiyi də ictimaiyyətə açıqlanmışdı. Hazırda aparıcının müalicəsi davam edir və o, vəziyyətinin nəzarət altında olduğunu bildirib, sevənləri və izləyiciləri isə sosial şəbəkələrdə ona dəstək mesajları ünvanlayaraq tezliklə tam sağalmasını arzulayırlar.